Axşamınız xeyir olsun. Sabahları Bakı şəhərində suni şəkildə taksilərin qiyməti qaldırılacaq. Bunu da Bolt şirkəti eləyir. Bakıda Bolt ofis eləyir. Bolt ofisinin başında duran da Naim eləyir. 2 gündür artıq öz şəxsi maşınları ilə işləyən, Bolt əməkdaşlığı edən minlərlə sürücü bir çoxu bloklanıb, bir çoxu cərimələnib, bir çoxu Flirt parklar tərəfindən profillər ələ keçirilib, məlumatlar silinib. Bir çox insan Flirt parka qoşulmaq üçün müraciət ediblər öz şəxsi profilləri ilə. Onların məlumatları alınıb, sonra silinib. Bugün Bolt'un bütün Bakı ofislərində 3 ofisin üçü də doluydu. Suni maniyələr yaradırlar, sürücüləri incidirlər. Hətta Günəşli ofisində monitoru söndürmüşlər, işləmirdi. Günortaya qədər kağız üzərindən növbə yaratdılar. 5-6 adam yola salmadılar. Günortadan sonra monitoru düzəltdilər. O günortaya qədər yazılan kağızda məhv oldu, getdi. Yəni bütün minlərlə sürücü bu günləri girinci-giriftar qalıbdı. Sumqayıt ofisi ümumiyyətlə işləmirdi. Bunu bütün suni maniyələri yaradan Naimdir. Bolt'un Bakı ofisinin rəhbəri Naimdir. O da ona göre eləyir ki, Bolt'un Leopes adlı Flirt parkı var. Onun qardaşına məxsusdur və yeznəsinə məxsusdur. Minlərlə, hansı yoldan aldılar, necə aldılar bilməm, minlərlə təzə maşınlar, üstörlaydı yığırlar ona. Sürücülərə veribdilər, sertifikatlı sürücülərə veribdilər, gündəliyə və s. və ilaxır. Hava limanında da işləyən onlardır, onun maşınlarıdır. Flentover alov güllələri tərəfdə Bolt'un komfortu, biznesi yoxa çıxmağın da səbəbkarı onlardır, çünki onların Teslalar durur da. Yəni bu şəxs və buna yaxın olan şəxslər taksi üzərində monopoliya yaradırlar. Bu səbəbdən də sabahları Bakı şəhərində suni şəkildə qiymətlər qaldırılacaq. Yenə də təkrar edirəm, bunun səbəbkarı Bolt'un rəhbəri Naimdir. Yəqin ki, əlaqədar qurumlar artıq bu çəkilişdən sonra onun haqqında bir tədbir görərlər, araşdırarlar artıq o minlərlə maşın hansı pulla alınıbdır, necə ölkəyə gətirilibdir və nəyə görə Azərbaycan konstitusiyasını heçə sayır bu insan, nəyə görə Azərbaycanda, Bakıda ürək istəyən vaxtı suni maniyələr yaradıb, qiymətləri qaldırır, aşağı salır. Yəni, belə. Sabahları əliniz cibinizdə olsun, taksi qiymətləri çox yüksək olacaq.